Salam dəyərli izləyicilər, hər birinizi salamlayıram. Bugünkü mövzumuz 2026-cı ildə buraxılış imtahanında 11-ci siniflər üçün olan xüsusilə buraxılış imtahanı ilə bağlıdır. Artıq uşaqlar demək olar 2 ay vaxtımız qalıb. Hətta belə deyim, 72-73 gün vaxtımız qalıb. Yəni 2 ay 10 gün, 2 ay 11 gün vaxtımız qalıb. Bu vaxt ərzində artıq əksəriyyətiniz birinci hissəni bitirmisiniz hazırlıqlarınızda. İkinci hissəni davam edirsiniz. Sizin üçün uşaqlar belə bir proqram hazırlamışıq. Təbii ki, sürət mən bu il ilk sürətlər qrupum olacaq. 25 dekabrdan dərslərimiz başlayır. 25 dekabrdan imtahanın ikinci zonanın imtahanına qədər hər gün dərsimiz olacaq. Həftənin 7 günü hər gün 20:00-da dərsimiz olacaq. Proqramımız bu şəkildədir. Uşaqlar hər gün bir mövzu keçəcəyik. Məsələn deyirəm, proqramımızın ümumi belə şəkilləndirin beyninizdə. Birinci gün natural ədədlər keçəcəyik. Natural ədədlərin qaydalarını izah edəcəm. Önəmli hissələrini deyəcəm. Hər il imtahana düşmüş suallardan nümunələr gətirəcəm və təxmini bir 30-40 dənə mövzudan asılı olaraq 50 dənə sual işləyəcəyik hər gün dərsdə. İndi dərsimiz 90 dəqiqə olar, 2 saat olar, bəzən 3 saat olacaq. Bu artıq uşaqlar intensiv dərslər sayılır və hər gün olacağı üçün ev tapşırığı verilməyəcək. Yəni o baxımdan rahat olacaqsınız. İmtahana qədər təxmini uşaqlar bilirik ki, normalda hazırlıqlarda həftədə 2 dəfə, ay ərzində 8, maksimum 9 dərs düşür. Amma biz ay ərzində 30-31 dənə dərs keçəcəyik. Yəni 2 ay müddətində 72 dərs keçəcəyik. Bu isə uşaqlar, əgər hesablasanız, 6 aylıq hazırlıq müddətində bu qədər dərs keçilmir. Yəni həftədə 4 dəfə, həftədə 2 dəfə, ayda 8 dəfə, 6 ay hesablasınız, bu 48-50 dənə dərs eləyir. Amma biz 2 ay ərzində 70-72 dənə dərs keçəcəyik. Həmçinin bizim sürətlər qrupumuza qoşulan şagirdlər üçün sınavlar qrupumuzda ödənişsiz olacaq. Yəni sürətlər qrupuna qoşulan şagird avtomatik olaraq sınavlar qrupuna da əlavə olunacaq. Sınavlar qrupunda isə uşaqlar həm mövzu sınavlarımız olacaq, həm ümumi sınavlarımız olacaq, həm qarışıq sınavlarımız olacaq. Necə? Mənim sınavlar qrupumun proqramı da maraqlıdır, fərqlidir. Normalda birinci mövzu sınavlar, sonra ümumi sınavlar atılır çox yerdə hər zaman. Amma məndə elə deyil. Mənim sınavlar qrupumda belədir ki, ilk 5 mövzu izah olunduqdan sonra həmin 5 mövzuya uyğun qarışıq sınavlarımız olur. Növbəti 5 mövzudan sonra növbəti qarışıq sınavımız olur. Belə bu şəkildə mövzu sınavlarımız bitdikdən sonra həmçinin birinci hissənin mövzularının da ümumi təkrarı olur. Həmçinin ikinci hissənin mövzularının ümumi təkrarı olur. Həmçinin sınavlar qrupunun da dərsi ayrıdır. Həftədə bir dəfə də sınavlar qrupundakı sualları müzakirə edirik. Bu 7 dərsdən əlavədir. Yəni belə deyim də, elə bir həftədə 8 dəfə dərs keçəcəyik. Sürət qrupuna qoşulan şagirdlər həftədə 8 dəfə dərs keçəcəyik. O dərslərdən biri sınavlar qrupu ilə bağlıdır. Yəni həftə ərzində göndərilən sınavların izahları göndərilsə də həftə içərisində bir dərsdə həmin sınavları müzakirə edirik. Ondan əlavə də həftədə hər gün sürət qrupunun dərsləri olacaq və asan mövzular sürətli, çətin mövzular zəif sürətlə keçəcək. Xüsusilə də şagirdlərin çətinlik çəkdiyi həndəsə mövzularında və trigonometriyada, toplumun ikinci hissəsinin funksiya bölməsində və fəzada. Ümumiyyətlə uşaqların əziyyət çəkdiyi bir neçə bölmə var ki, bu bölmələr uşaqları riyaziyyatdan qorxudur. Birinci hissənin həndəsə hissəsidir, xüsusilə üçbucaq bölməsidir. İkinci hissədə isə funksiyadır, trigonometriyadır, bir də fəzadır. Bu bölmələr uşaqları çox qorxudur və əksər uşaqlar da bunları öyrənməkdə çətinlik çəkir. Biz asan mövzularda, məsələn, çoxluq mövzusunda, sonra adonluq kəsirlərdə, natural ədədlərdə bu mövzuları sürətli keçib. Çətin mövzularda daha çox zaman xərcləyəcəyik. Bu da həmin mövzularda imtahan tipli sualların sayını çox eləyəcəyik ki, uşaqlar üçün çox uyğun olsun və əminəm ki, çalışan şagird, bizim dediklərimizə əməl edən hər bir şagird imtahan nəticəsini çox şişirdilmiş rəqəmlər demək istəmirəm. Bu təbii ki, şagirdin özündən asılıdır. Amma uşaqlar, mənim dediyimi eləyən hər bir şagird, %100 eləyən hər bir şagird rahatlıqla balını 50-dən 80-ə, 90-a qaldıra bilər. Təbii ki, 80 bal yığan uşaq rahatlıqla 100 bal eləyə bilər onu. O hissəsini artıq deməyə ehtiyac yoxdur. 30-40 bal yığan uşaq, məsələn 30 bal yığan uşaq 50 bal eləyə bilər.
20 bal yığan uşaq artıq indi əgər 20 bal yığırsa o biraz çalışqan deyil. Çalışqandırsa o da rahatlıqla 40 bal, 50 bala qaldıra bilər. Təbii ki, burada hər şey sizin özünüzdən asılıdır. Mən həftədə 8 dəfə dərs keçəcəm sizə uşaqlar. Həm sualların izahlarını verəcəm, həm dərslərin izahlarını verəcəm. Dərslərin kaydlarını da sizə göndərəcəm. Yəni hər bir dərsə kaydına belə baxa biləcəksiniz. Dərs saatında, dərsin də saat limiti yoxdur. Mövzu bitənə qədər dərs davam eləyəcək. Mövzunu izah elədim. Ondan sonra suallara baxdıq. Nə qədər zaman alacağı önəmli deyil. Əsas odur ki, uşaqlar həmin mövzunu yekunlaşdıraq, həmin mövzuda problemimiz qalmasın. Proqramımız bu formadadır. Əmin olun ki, çox faydalı olacaq. Məqsədim burada tamamilə uşaqlar sizin nəticələrinizi qaldırmaqdır. Ödəniş də çox cüzidir. Yəni standart dərs qiymətinədir. Amma standart dərs qiymətinə həftədə 7 dəfə, 8 dəfə dərs keçəcəyik. Bu belə. Onu qoydum kənara. Mütləq deyil sürət qruplarına qoşulasınız. Təbii ki, qoşulmaya da bilərsiniz. Özünüz də hazırlaşa bilərsiniz. Bunu necə eləyəcəksiniz? Dediyim kimi imtahana 72-73 gün qalıb. Bu sürət proqramını, sürət qruplarının proqramını özünüzə tətbiq eləyə bilərsiniz. Yəni hər gün bir mövzu götürürsüz və həmin mövzunu yaxşıca təkrar edirsiniz. Hər yerdə qaydalar var, izahlar var. Ondan sonra isə həmin mövzuya suallar işləyirsiniz. Topludan işləyə bilərsiniz. Əvvəlki illərin buraxılışlarından işləyə bilərsiniz. Sınavlardan işləyə bilərsiniz. Fərqi yoxdur. İndi bizim ödənişsiz qruplarımız da var. Rəydə linklər olacaq keçidi üçün. Və yaxud da burada göstərilən nömrəyə yaza bilərsiniz. Sizə əlavə eləyə bilərik. Ətraflı məlumat almaq istəyirsinizsə də təbii ki, bu nömrəyə yaza bilərsiniz. Sizə hər ətraflı bütün məlumatlar veriləcək. Düşünürəm ki, əlavə bir suala ehtiyacınız olmayacaq. Mən çünki burada videoda hər şey sizə dedim. Qiymətlə bağlı sadəcə bu nömrəyə yazacaq. Onu burada açıq şəkildə demirəm, normal olaraq. Əlavə olaraq uşaqlar, dediyim kimi, imtahanınıza 70, 72, 73, maksimum 75 gün qalıb. Yaxşı ehtimalla birinci zona mart ayının 1-i, ikinci zona mart ayının 8-i eləyərlərmi düşünmürəm. Mart ayının 9-u ola bilər. Bu ən yaxşı versiyadır. Amma mənə görə bir həftə öncəyə çəkəcəklər, 22 fevralda eləyəcəklər. Birinci zonanı, ikinci zonanı mart ayının 1-i eləyəcəklər. Düşünürəm ki, elə olacaq. Bilmirəm, bu rəsmi bir qayda deyil, rəsmi məlumat da deyil. Sadəcə elə hiss edirəm ki, bir həftə əvvələ çəkəcəklər. İndi yaxınlarda, onsuz da yanvar ayında yəqin ki, imtahan vaxtı açıqlanacaq, hər kəsin də məlumat olacaq. Uşaqlar, 5-ci gündə canlımız olacaq. 11-ci sinif sualları ilə bağlı, 11-ci sinif buraxılışı ilə bağlı. Hər birinizi də gözləyirəm. Bu qədər. Sağ olun, hər birinizə uğurlar.